Və biz görürük, hətta dövlət xəstəxanalara gedirik, hərdən görürük ki, sanki toya hazırlaşıblar həkimlər, oturublar və insanlar oturub sırada gözləyirlər və çox sevirlər də belə həkimləri. Belə həkim insanlar var ki, yox, baxır, deyir ki, əgər bu qədər diqqəti, fikri və s. özünə yönəldibsə, onun artıq vaxtı qalmaz mənə, pasiyentinə yönəltmək və düşünmək. Məncə, doktor dediyi kimi, bu insani bir məsələdir. Səliqəli olmaq gözəldir, amma elə olmaq gözəl deyil. Bunu qınayıram, şəxsən desəm, mən özüm bunu qınayıram. Mən düşünürəm ki, insanlar daha sərbəst, daha səmimi, əsas burada məqsəd nədir? Dəyər verməkdir. Əgər bir insan çıxıb kamera qarşısında dəyər vermək istəyirsə, alqışlayıram. Əgər bir insan kameranın qabağında çıxır və sadəcə düşünür ki, mənim saçım necədir, gözüm necədir, görəsən yaxşı görünürəmmi, ya pis görünürəmmi, bu artıq yəqin ki, o həkimin mənim üçün, şəxsən mənim üçün. Özünü reklam edir də belə. Bəli, sadəcə onu düşünür. İnsanlara fayda verməyə düşünmür. Düşünür ki, mən görüm necə görünürəm, öz imicini düşünür.